Bismillah, elhamdülillah, thumma salatu ve selamu ala nebiyyina ve habibina Muhammed ve ala hayri halqillah. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Hörmətli izləyicilər, ekranda gördüyünüz bu şəkil tələbələrim tərəfindən hazırlanmış PDF kitabının üz qabığıdır. Üz qabığı belə təsadüfi seçilməyib. Elmi zövq və düşüncə ilə müəyyən edilib. Seçilən bu üz qabığı İbnül Cəzərinin müqəddimə əsərinin orijinal nüsxəsinə aiddir. Tələbələrim mətnə bəsmələ, həmdələ və salavatla başlayırlar. Bu isə elm əhlinin ən mühüm ədəblərindən biri hesab olunur. Bu xüsusda Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurub: Bəsmələ ilə başlanmayan hər bir mühüm iş bərəkətdən məhrumdur. Mətnin girişində əvvəlcə Allaha həmd edilir. Daha sonra yenidən həmd ifadəsinin işlədilməsi isə elmi işin yalnız Allahın adı ilə başlanması üçün deyil, həm də bu işin bərəkətli və faydalı şəkildə davam etməsi üçün edilən bir dua və niyyət mahiyyəti daşıyır. Sonraki hissədə İbnül Cəzəri haqqında verilən məlumatlar ümumilikdə doğrudur. Lakin burada iki mühim məqama diqqət çəkmək istəyirəm. Birinci məqam. İbnül Cəzərinin əsərləri çox saydadır. Hətta bu əsərlərin sayı o qədər çoxdur ki, bəzi kitabları müəyyən arxiv və kitabxanalarda illər sonra yenidən kəşf olunur. Demək olar ki, hər 10 ildə bir onun daha əvvəl tanınmayan bir əsərinin ortaya çıxması halları müşahidə olunur. Tələbələrimin qeyd etdiyi kitablar isə əsasən Quran tədrisində ən məşhur və geniş istifadə olunan əsərlərdir. İkinci məqam. Ən-Nəşr və Tayyibətün Nəşr əsərləri. Bu əsərlər eyni mövzunu əhatə edir. İlk yazılan əsər isə Ən-Nəşr fil Qiraətil Əşr əsəri olmuşdur. Lakin bu əsər olduqca geniş və mürəkkəb üslubda yazıldığı üçün tələbələri ondan daha qısa və asan əzbərlənə bilən bir formada təqdim edilməsini xahiş ediblər. Bunun nəticəsində İbnül Cəzəri həmin əsərin nazm, yəni şeir şəklində yazılmış variantı olan Tayyibətün Nəşr əsərinə qələm almışdır.